Bazar gününə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent-Azda verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 9-11 isti, gündüz 15-20 isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 6-10 isti, gündüz 16-21 isti, dağlarda gecə 3 şaxtadan 2 dək isti, gündüz 8-13 isti olacaq.